Aşağıdakı alqoritmin icrasından sonra B dəyişəni hansı qiyməti alacaqdır? Aşağıda verilmiş alqoritm dövrü bir alqoritmdir və dövrə daxil olmadan əvvəl C və B dəyişənləri təyin edilmişdir. Uyğun olaraq qiymətlərini yazaq və ardıcıl olaraq onların qiymətlərini dəyişdikcə aşağı doğru yazaq. İlk şərtimiz gəlirik, yəni dövrə şərti baxırıq və şərtdə deyir ki, C 9-a bərabərdirmi? Yox qoluna nə edirik? Dövrə daxil oluruq və biz də burada baxırıq, həqiqətən də 3 9-a bərabər olmadığı üçün dövrə daxil oluruq və C-nin üzərinə 1,5 gəlirik. Yəni C-nin qiymətini 4,5 edirik və B-ni 2-yə vururuq. Daha sonra növbəti addımda yenə baxırıq, 4,5 9-a bərabər olmadığı üçün yenidən dövrə daxil oluruq və C-nin üzərinə 1,5 gəlirik və yeni qiyməti 6-nı alırıq və B-ni 2-yə vururuq. Yenə baxırıq, 6 9-a bərabər olmadığı üçün bir daha dövrə daxil oluruq. C-nin üzərinə 1,5 gəlirik və 7,5 ədədini alırıq və B-ni 2-yə vururuq. Növbəti addımda bir daha baxırıq. Yenə 7,5 9-a bərabər olmadığı üçün yenə dövrə daxil oluruq və üzərinə 1,5 gələrək 9 ədədini alırıq və B-ni 2-yə vururuq. Bu səfər artıq şərti yoxladığımda 9 9-a bərabər olduğu üçün dövrə daxil olmuram və hə qoluna gedirəm və alqoritmi bitirirəm. Və alqoritmin nəticəsində B-nin qiymətini 32 olaraq təyin edirəm ki, bu da bizdə C variantı olur.